Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün keçirilmiş 6-cı siniflərin monitorinq suallarının izahına baxaq. Monitorinq imtahanı suallarının izahına baxaq Azərbaycan dili üzrə. Deməli, biz mətnlə tanış olmuşuq, mətni oxumuşuq, siz də mətnlə tanış olmusunuz. O görə gəlin digər sualların izahına baxaq. Mətndə bu arada məlumat yoxdur deyir. Fiziki aktivliyi bağlı aparılan araşdırma. Biz burada fiziki aktivliyi ilə bağlı aparılan araşdırmanı görürük. 168 ölkədə aparıldığını müşahidə edirik. Deməli, bizdə məlumat yoxdur deyir. Fiziki aktivliyin azalması səbəbləri, fiziki aktivliyin azalmasının səbəbləri işlərin avtomatlaşdırılması və yaxud da ofislərin artması insanların hərəkətini məhdudlaşdırır. Yəni, bu da fiziki aktivliyin azalmasını gətirib çıxarır. Sonra pasiv həyat tərzinin sağlamlığa mənfi təsirlər göstərilməsi var deyir D variantında. Bəli, elə birinci abzasımızda müasir dövrdə insanların pasiv həyat tərzi keçirməsi, beş damar, onurğa problemləri, artıq çəki və s. xəstəliklərə səbəb olur deyir. Yəni sağlamlığa mənfi təsir göstərir. Cavabımız olacaq burada C variantı. Fiziki aktivliyin artırılması üçün həll yolları, bununla bağlı məlumat yoxdur. Mətnə əsasən inkişaf etmiş ölkələrdə aktiv həyat tərzinin azalmasının əsas səbəbi nədir? Texnologiyanın inkişafı və hərəkətə ehtiyacın azalmasıdır. Bəli, cavabımız olacaq C variantı doğrudur. Şəkildə və mətndə verilmiş məlumatlara istinad edərək düzgün fikirləri seçin deyir. Çin əhalisinin əksəriyyəti fiziki cəhətdən qeyri-aktiv həyat tərzi keçirir. Əksəriyyəti deyir, qeyri-aktiv həyat tərzi keçirir. Burada 14% qeyri-aktiv həyat tərzi keçirir. Yəni ki, əksəriyyəti deyərkən böyük qismi nəzərdə tutulur. Yerdə qalan 86% aktiv həyat tərzi keçirir. Yəni ki, burada əksəriyyəti qeyri-aktiv həyat tərzi yox, aktiv həyat tərzi keçirir. A variantı yanlışdır. ABŞ-da əhalinin həyat tərzi aktivliyi baxımından Rusiyadan daha yaxşıdır. Baxaq görək ABŞ-da nə qədərdir? ABŞ-da 40% qeyri-aktivdir, 60% aktiv əhalinin sayına düşür. Rusiyada isə 17, 83%. Riyazi baxımdan yanlışlıq eləsəm üzrü sayasınız. Deməli, Rusiyada aktivliyi insanların ABŞ-dan daha yüksəkdir. Burada isə tərsinə deyirdi, əksini deyirdi. Deməli, B variantı yanlışdır. Şəkildə dünyanın bütün ölkələri üzrə qeyri-aktiv əhalinin faiz və göstəricisi təqdim olunmuşdur. Burada bütün ölkə üzrə görmürük biz burada. Ona görə C variantı yanlışdır. Braziliya qeyri-aktivlik göstəricisi yüksək olan ölkələrdəndir. Bəli, Braziliyada 47% göstərilir, 47% və qeyri-aktivliyi yüksək olan ölkələrdəndir. Ən yuxarıda Küveyt göstərilir bizdə. Deməli, cavabımız olacaq burada D variantı doğru fikirdir. Mətndə sonda texnologiya inkişafı fiziki fəaliyyəti minimuma endirir, fikri ilə nəzərdə tutulur. Texnologiyanın yaratdığı rahatlıq insanların az hərəkət etməsinə səbəb olur və bu da pasiv həyat tərzini gətirib çıxarır. C variantı doğrudur. Şəkildə və mətndə verilmiş məlumatlara çıxış edərək Küveytə aid doğru fikirləri müəyyən edin. Ümumiyyətlə, bu suala baxmazdan əvvəl burada bir məsələyə diqqət edin. Araşdırmalar göstərir ki, yüksək gəlirli, inkişaf etmiş ölkələrdə qeyri-aktiv həyat tərzi keçirənlərin faiz göstəricisi daha çoxdur. Deməli, faiz göstəricisi daha çox olan Küveytdə insanlar necə yaşayırlar? Yüksək gəlirli ölkələrdən biridir və burada texnologiyalardan avtomatlaşdırılması daha yaxşıdır. Yəni, texnologiyadan daha çox istifadə olunur. Çünki burada demişdik ki, texnologiyadan inkişafı etməsi, inkişafı ilə əlaqədə fiziki aktivliyin azalmasına gətirib çıxarır. Yəni, fiziki aktivlik azalırsa, burada qeyri-aktivlik ortaya çıxır. Deməli, sualımıza baxaq. Əhali daha çox kənd təsərrüfatı ilə məşğul olur. Kənd təsərrüfatı ilə məşğul olan ölkələrdə aktiv həyat tərzi keçirən insanlar yaşayır. Deməli, birinci yanlışdır. D variantları gedər. Yüksək gəlirli ölkədə 2 doğrudur. İkinci doğrudur. Texnologiyadan az istifadə olunur. Xeyr, texnologiyadan daha çox istifadə olunur. Əhali daha çox ofislərdə çalışır. Yəni, pasiv həyat tərzi keçirirlər. 2 ilə 4-cü sualımız doğrudur. Variantımız doğrudur. Cavab olur A variantı. Digər ikinci mətnə keçək. İkinci mətn keçməzdən əvvəl bir məsələyə diqqət yetirək. Yəni, bu bölüşlükdən mətnin 6-cı siniflərə ümumiyyətlə imtahana salınması nə dərəcə doğrudur bilmirəm valla. Niyə bu boyda mətn salınsın imtahana? Çünki biz bu mətni videodan əvvəl oxuduq. Yəni, buna nə qədər vaxt gedir? Yəni, bunu nəzərə almaq lazımdır. 9-cu, 11-ci siniflərin
imtahan düşən mətnlərindən daha böyükdür. Bunu nəzərə almaq lazımdır. Deməli, biz mətnindən məlumatımız var. Burada 3 oğlandır və bunların həyat tərzidir. Deməli, Qorsir yaşlı qadın etibarını necə qazanır? Deməli, birincisi onu yanğından xilas edir. Birinci fikir doğrudur. Doğma övladıdır. Xeyr. Heç biri qadının doğma övladı deyildi. Onları uşaq evindən götürmüşdü. İşlərini məsuliyyət də görürdü. Bəli, 1 ilə 3 doğrudur. Yaşca daha böyük idi. Xeyr, burada övladların üçü də eyni yaşda idi. Çox kitab oxuyurdu. Xeyr, bu çox kitab oxuma məsələsi qadın vəfat etdikdən sonra baş verir. Çünki ona bir sehrli kasa bağışlayır və kasaya o sirlərini dedikdən sonra, arzusunu dilə gətirdikdən sonra, gözü açıldıqdan sonra artıq çoxlu kitab oxumağa başlayır. Sonra mətnə hansı başlıqlı adla adlandırıla bilər? Deməli, zəhmət və bilik insanı uğura aparır. Bəli, oğlan ilk öncə zəhmət çəkir. Zəhmətin qarşılığında qadın onu dəyərləndirir. Qadın onu dəyərləndikdən sonra sehrli kasa verir. Və bu sehrli kasadan sonra düzgün şəkildə istifadə edir. Özünə daha çoxlu kitab almağa başlayır və biliyin nəticəsində irəliyə doğru gedir və alim səviyyəsinə çatır. Mətnin məzmunu hansı fikir təsdiq etmir deyir. B variantına baxaq. Bilik savad yalnız məktəbdə əldə edilir. Xeyr, yanlışdır. Qossir adlı oğlan biliyi savadı məktəbdə yox, evdə əldə etmişdir. Yəni kitablar arzulayaraq, o kitabları oxuyaraq əldə etmişdir. B variantı. Yəni o məktəbə də getməmişdir. Görmə qabiliyyətini itirdiyinə görə. Yaşlı qadın Qorsirə arzu etdikdə nəyi yaxşı fikirləşməyə tapşırmışdı? Demiş ki, elə bir arzu elə ki, kasa sınarsa, yəni o demiş ki, kasa sınarsa bir məsələ var ki, problem. Kasa sınarsa bütün arzular yoxa çıxacaq. Yəni sən elə bir arzu et ki, kasa sındıqdan sonra da, yəni o arzuların yoxa çıxmasın. Burada kasa sınarsa verişləri yox olacaqdır. Doğru fikirdir. Sonra Lando və Suadjon kasa ilə ehtiyatsız davranışı nə ilə nəticələndi? Deməli, kasanın sınması nəticəsində Qorsir öz görmə qabiliyyətini itirdi. Bizə birincisi nə deyir? Yaşlı qadının evinin yanmağına səbəb oldu, baş verdi. Xeyr, yanğın daha əvvəl baş vermişdi. O isə görmə qabiliyyətini itirdi. 2 doğrudur. Sonra yetkin yaşlarda məktəbə getməməlidirlər. Bəli, onlar bütün xəzinəsini, var dövlətini itirdikdən sonra 22 yaşında məktəbə getməli oldular. 3-ü götürürük. Sonra bir göz qırpımında sərvətlərini itirdilər. Bəli, 5-i götürdük. Onlar içində ən mühüm şəxslər oldular. Xeyr, yanlışdır. 2, 3, daha doğrusu 4. Mən niyə 5-i yazdım bura? 4. 2, 3, 4. 5-i sildik biz buradan. Cavabımız doğrudur. Sonra pozulmuşdur deyə səbəb-nəticə əlaqəsi. Yaşlı qadın oğlanlarının ikisini məktəbə göndərdi. Onlar müdrik alim oldular. Xeyr, sonda müdrik alim olan, məktəbə getməyən oğlan Qorsirdir. Deməli, A variantı doğrudur. Nəticə əlaqəsi yanlış göstərilib burada. Lando və Suanjonun məktəbə qayıtmağı sizcə necə izah edilə bilərdi? Onlar öz sərvətlərinin, yəni xəzinəsinin, var dövlətinin əldən çıxdığını gördükdən sonra, yəni Qorsirin qazandığı bilik isə yox olmadı, yoxa çıxmadı. Bunlar başa düşdülər ki, elə ən əsl sərvət, yəni yoxa çıxmayan sərvət bilikdir və bununla da bağlı 22 yaşında yenidə məktəbə qayıtmalı oldular. B variantı doğrudur. Nə üçün Qorsir kasanın qırıq hissəsini yapışdırıb saxladı? Çünki ona xatirə olaraq saxlamışdı. Çünki artıq kasa əhəmiyyətsiz idi. Nə bir arzunu yerinə yetirəcəkdi, nə də onun bir işinə yarayacaqdı. Deməli, B variantını düzgün olaraq götürürük. Qorsir ilə bağlı doğru fikirləri seçin. Deməli, onu kasaya varis seçməyə digər oğlanı ədalətsiz seçmə hesab etdilər. Xeyr, bununla bağlı hətta orada oğlanlar deyindilər ki, niyə görə bizi seçmədi? Yanğın zamanı qatı tüstü və güclü alovun təsirinə onun gözləri açıldı. Xeyr, arzuladıqdan sonra açılır. Qadın tapşırmış ki, o kasadan var-dövlət istəməsin. Elə bir məsələ deməmişdir. Demişdir, nə istəyirsənsə düzgün bir şəkildə istə ki, kasa sındıqdan sonra o yoxa çıxmasın. Oğlan kasaya şərik olmasına razılaşmağı, onun xeyirxahlığını göstərir oğlanların. Yəni qardaşlarına bu sirri deməyə də bilərdi. O gizli şəkildə öz arzularını da diləyə bilərdi. Ancaq qardaşları bunu bölüşdü. Yəni A variantı doğrudur. Mətnə əsasən yanlış fikirləri müəyyən edin. Uşaqlar körpə olanda yaşlı qadın onları uşaq evinə qoymuşdu. Xeyr, uşaq evindən götürmüşdü. Daha doğrusu biz yanlış fikir istədiyinə görə biri götürərik. Bir doğru fikirdir. Yəni 15-ci suala görə. Övladlığa götürülən uşaqların birindən fərqli davranıldı. Bəli, digərlər ikisi məktəbə göndərilirdi. Biri isə
Yəni fərqli davranılırdı. Digər ikisinə yaxşı paltarlar geyindirilirdi, məktəbə göndərilirdi, amma birinə yaxşı paltarlar geyindirmirdi, ev işində işlədilirdi. Qosser cəsarəti ilə qadını təəccübləndirdi. Bu da doğru fikirdir. Bəli, onu yanğından xilas etdiyinə görə. Yanğına qardaşlar səbəb olurlar. Bununla bağlı məsələ yoxdur burada. Yəni ki, bu yanlış fikirdir. 4-ü götürərik. Kasa ehtiyatsızlıq ucbatından sındı. Bəli, qardaşların ehtiyatsızlığı nəticəsində kasa sındı. Yəni desələr ki, bəs bunu özləri qəsdən sındırdılar. Xeyr, qəsdən sındıra bilməzlər. Çünki bunların o deyirlər çörək tehnəsidir. Yəni bunlar arzular istəyirdilər və arzuları yerinə yetirdilər. Xəzinədir, yəni ev dolusu yeməkdir və s. Yanğın zamanı oğlanlar köməkləşib qadını xilas etdilər. Qadını xilas edən görmə qabiliyyətini itirmiş oğlan Qosser idi. 1-4-6-cı sualımızın cavabıdır. Cavab A variantı. Moda və təbiətlə bağlı mətnə baxaq. Deməli, mətndə hansı suala cavab yoxdur? Monqolistanda uzun müddətli yun istehsalının ekologiyaya mənfi təsir göstərir. Bəli, Monqolistanda çəşmə keçidlərinin yetişdirilməsi, sayının çoxaldılması təxminən 70% otlaq sahələrinin yarısala düşməsinə, göllərin və çayların qurumasına gətirib çıxarmışdır. Bu doğrudur. Yəni mətndə bununla bağlı məlumat var. Aral dənizinin qurumasına nə səbəb olmuşdur? Pambıqçılıq. Deyir burada pambıqçılıq, Qazaxstanda pambıqçılığın inkişafı Aral dənizinin 40 ildə ərzində 90%-nin qurumasına və oradakı balıqların məhvinə gətirib çıxarmışdır. Deməli, B variantında sizlərə süni materialdan hazırlanan geyimlər hansı ekoloji problemlər yaradır? Süni materialdan hazırlanan geyimlər, yəni gec məhv olan tekstil materiallardır. Yəni belə parçaların torpaqda parçalanması 200 ildən daha çox çəkə bilər. Yəni 200 il ərzində bunlar torpaqda qalır və buna görə də ekologiyaya problem yaradır. Geyim sənaye ölkəmizdə bağlı bir məsələ, yəni Azərbaycanın adı çəkilmir burada. Mətnə əsasən moda sənayesinin ekologiyaya təsiri ilə bağlı hansı fakt doğrudur? Moda sənayesinin inkişafı su ehtiyatının tükənməsinə səbəb olur. Deməli, digərlərinə baxaq. Hər geyimin 85% təkrar emal olunur. Xeyr, təkrar emal olunmur. Zibilliyə atılır. Geyim sənayesinin ekoloji təsiri yalnız istehsal mərhələsində müşahidə olunur. Xeyr, istehsaldan sonra müşahidə olunur. Yəni təsir istehsal zamanı müşahidə olunmur. Yəni istehsaldan sonra tekstil materiallarıdır, nələrdir? Bunlar atılır, artıq torpağa yaxşı qarışmır. Yəni nəinki istehsal mərhələsində, istehsaldan sonra da müşahidə olunur. Bu da yanlışdır. Moda sənayesi təbiətə ən az mənfi təsir, xeyr, ən böyük təsir göstərən, mənfi təsir göstərənlərdən biridir. Elə cavabımız B variantı doğrudur. Aral dənizinin 40 il ərzində 90% qurumasının səbəbi pambıqçılığın inkişafıdır. Yuxarıdakı tapşırıqda dedik. Müasir dövrdə cins geyimlərin istehsalını istədən indigo boyasının əsas problemi nədir? Deməli, bu boya sayəsində bu prosesdə çoxlu su kimyəvi maddə tələb edir ki, kimyəvi maddə tələb edir ki, bu da çayları və təbii gölləri çirkləndirir. Deməli, nə edir? Çayların və təbii göllərin çirklənməsini gətirib çıxardır. Cavab D variantı. Sonra, moda sənayesinin ekoloji təsirini azaltmaq üçün mətndə əsasən hansı həll yollarını təklif edə bilərik? Cins geyimlərin geyinilməsi istiqamətində təbliğat aparılmalıdır. Geyinilməməsi təbliğat aparılmamalıdır. Yəni cins geyimləri deyək ki, geyinmədilər. Bəs digər ipək parçalar var idi, sonra çəşmə keçidlərinin yundan hazırlanan paltarlar var idi. Yəni bunları da nəzərə almaq lazımdır. Ona görə təkcə cins geyimlərin geyinməsi istiqamətində təbliğatının aparılması yanlış fikirdir. İnsanların ən az geyim alması üçün qiymətləri qaldırmaq lazımdır. Yəni varlı insanlar, zadəganlar gedib alacaq. Ona görə ki, düzgün fikir deyil. Geyimlər torpaqda parçalana bilən təbii materiallardan hazırlanmalıdır. Bəli, 200 il ərzində yox, ən azından bir il, 2 il və s. ərzində yox olan bir materialdan parçalar hazırlansa daha yaxşı olardı. 3-ü götürmək olar. Dünyada dəb daha tez-tez yenilənməlidir. Əksinə, dəb daha tez-tez yenilənsə, köhnəlmiş dəb sıradan çıxacaq. Yəni əvvəlki dəb sıradan çıxacaq və onun atılmasına, geyinilməməsinə gətirib çıxaracaq. Bu da ekologiyaya təsir göstərir. Deməli, 4-cü fikir yanlışdır. Kimyəvi boyalar əvəzinə bitki mənşəli boyaların istifadə olunması, bəli. 3-dən 5 doğru fikirdir. Cavabımız doğrudur. Deməli, sintetik geyim tulantıları çoxalır, pozulmuşdur deyir. Torpağın çirklənməsinə səbəb olur. Bəli, 200 il ərzində yoxa çıxır. Geyimlər süni boya ilə rəngləri, su hövzələri, kimyəvi maddələrlə çirklənir. Bəli, yuxarıdakı bax, belə 19-cu sualda bununla bağlı dedik. Kəşmir yunu daha çox istifadə olunur. Otlaq sahələri, bəli, dedik ki, Monqolistanda 75%-ə yaxın otlaq sahəsi yoxa çıxmışdır təxmini. Cins geyimləri tələb artır, digər parçaların növləri sıxışdırılır. Bununla bağlı
səbəb-nəticə əlaqəsi düzgün göstərilməmişdir. Cins genlərin tələbatının artırılması bu nəticə hissəsində yazılmalıdır ki, burada mavi kimyəvi nədir bu? Indigo adlı boyadan istifadənin nəticəsini gətirib çıxarır. Çünki o mavi boyadan hazırlanır və bu da burada torpağın su hövzələrinin kimyəvi maddələrin çirklənməsini gətirib çıxarır. Cavabımız olmalıdır A variantı. A variantı. Yaxşı göstərilməyib burada, düzgün işarələməyib. Mətni yazmaqda müəllifin əsas məqsədi nədir? Yəni, nə olacaq əsas məqsədi? Tez-tez yenilənən təbiənin təbiətə vurduğu ziyanı diqqətə yönəltməkdir. Elə cavabımız C variantı. Mətndə geyim sənayesinin ekoloji problem ilə bağlı əsas fikir hansıdır? Dəb naminə geyimlər almaq ekoloji problemləri daha da dərinləşdirir. Bu da doğrudur. Bəli, deyir ki, siz dəb naminə alırsınız, bu da ekoloji problemi gətirib çıxarır. Deməli, həmçinin köhnəlmiş paltar və ayaqqabıları zibiliyə atmaq əvəzinə ona yeni həyat vermək, təmin etmək mümkündür deyir. Burada 4-cü yazılıb, 4-cü abzas verilib. Burada bu yanlışdır. Niyə görə? İndi baxaq, buxarı artırmaq lazımdır. Bunu 6-cı abzası artırmaq lazımdır. Niyə görə? Bizə ekoloji problemin azaltmağın yolunu, üsulunu deyir. Elə 6-cı abzası da bizə onu deyir. Yəni, dəb naminə təbiətə bu qədər ziyan vurmağa dəyərmi? Tez-tez yenilənən dəbin təsirinə düşüb ehtiyac olmadığı halda paltar almamalıyıq. Sadə klassik tərzi olan geyimlərə üstünlük verməliyik və həmçinin, yəni bu hissəni də artırmaq olar bu cümləni də. Həmçinin köhnəlmiş paltar və ayaqqabıları zibiliyə atmaq əvəzinə ona yeni həyat vermək, təmin etmək mümkündür. Yəni bu olmalıdır A variantı. Hansı və ya başlıq və ya yarım başlıq mətnin məzmununa bağlı deyil. Tekstil tullantıların artması ekoloji fəsadlar. Yəni bu doğrudur. Dedik 200 il ərzində yoxa çıxır. Yəni eyni sözləri dəfələrlə dedik. Təbiətin mühafizəsi ilə bağlı aksiyaların keçirilməsi. Burada aksiyalarla bağlı hər hansı bir məsələ görmədik. B variantı doğrudur. Pambıqçılığın su ehtiyatlarının mənfi təsir göstərməsi. Dedik ki, 40 il ərzində 90% aralıq dənizi qurudu. Geyim sənayesinin ekoloji təsirlərini azaltmağı yolları, bəli, nəticə hissəsində gördük. Cavabımız B variantı. Deməli, monitorinq suallarının izahından bağlı bu qədər. Sağ olun. Hələlik.